ekvivalentlərə əsasən baxaq. Metala X desəm, bir də oksigen desəm. Metalı olsa deyir ekvivalentlidir. Oksigen də sabit valentli olduğuna görə ekvivalentli kimi qeyd edeyim. Baxıram, görürəm 2 ilə 2 ortaq neçə edir? Elə 2-nin özü. 2-ni 2-yə böləndə 1, 2-ni 2-yə böləndə 1. Deməli elə birləşməm olur. Nə? XO şəklində. İndi deyir ki mənə, bu birləşmənin 4 qramında nə qədər? 6 tam %2 vurulsun. 10 üstü 23, 22. Sayda metal atomu var. Yaxşı, qəbul edirəm. Bəs deyir, metalın nisbi atom kütləsini hesablayın. O zaman yazaram. X üzərinə gəlinsin 16 birləşmənin kütləsindən söhbət gedir axı. Nə qədər metal atom olar? Metalın ətəyində görürəm rəqəm yoxdur. 1-ə vuraram. O da yazaram. 6 tam %2 vurulsun. 10 üstü 23. Baxıram həllə. Necə həll eləyərəm? Bax. 6 tam %2-lər getdi. 10 üstü 22 ilə 23-də getdi və aşağıda 10 qaldı. Deməli, X üstəgəl 16 bizə bərabərdir 40-a. O zaman X-imiz nəyə bərabərdir? 24-ə. Deməli, metalımızın nisbi atom kütləsi də 24-ə bərabərdir. Keçək növbəti suala. Birləşmə verib, 0,2 molu verib. Deyir X-in sayı 0,4, Y-in sayı 0,2, Z-in də sayı 0,8-dir. Neyniyərəm? Bunun 1 molunu taparam. Rahat yolu ilə. Baxın bir dənə. 0,2 verib. 0,4 X, 0,2 Y və 0,8 Z var əlimdə. Bəs deyirəm, bunun 1 molu necə olar? 0,2 neçəyə vuranda 1 edir? 5-ə. O zaman baxaq. 0,4 5-ə vuranda neçə edir? 2x. 0,2-ni Y-ə vuranda, 5-ə vuranda 1 mol, 1 Y. 0,8-i 5-ə vuranda nə qədər edir? 4 Z. O zaman baxırıq. Bir də variantlara da baxırıq. Görürük ki, X-in 2, Y-in 1 və Z-in 4 dənə olduğu variant. Cavab gəlir, olur Y variantı. Növbəti sualda deyir, verilən birləşmələrin molyar kütlələri bərabərdirsə, X ilə Y atomları arasındakı hansı bərabərliyi doğrulur? Gəlin baxaq. 40 birləşməyə əsasən yazma. Üstə gəlinsin 2x bərabərdir 2y. Üstə gəlinsin 32-yə. Bərabərliyə baxırıq ki, hər biri x-ə bərabərdir deyirdi ya. Biz x əsasən gedək də. 2x bərabər 2y. Üzərinə gəlsin 32. Çıxılsın 40-a. O zaman eləyir cavab. 2x bərabərdir 2y. Çıxılsın 8-ə. X-imiz də bərabərdir. Y çıxılsın 4-ə. Baxaq variantlara. Cavabımız da eləyir A variantı. Belə diqqət yetirəndə çətin gələ bilər məsələ bizə. Sadəcə nəyi bilməliyik? Riyaziyyatda tənliklər, faiz nisbət, tənasüb mövzularını. Növbəti sual. Bu sualımız biraz qəliz sual. Etiraf edirəm ki, qəliz. Amma bunu necə həll edək? Biz rahat yolla tapaq. Rahat yolla tapmaqdan ötürü bölürəm bunu 2 hissəyə. Birinci hissəyinə gedək. Y-in deyir mol miqdarı nə qədərdir? 0,15. 0,15 mol olanda ümumi birləşməmin kütləsi nə qədərdir? 114,7. Birləşməmizdə Y nə qədərdir? Ətəyində 1-dir, indeksində yəni.
O biri də xaricdə olan 3-ə vurmalıyam. 3-ü 1-ə vuranda neçə eləyir? Elə 3-ün özü. O zaman 3-də, yəni 3 mol olanda birləşməmin ümumi kütləsi nəyə bərabər olur? Həll eləyək. Buna əsasən ümumi birləşməmin formulu neçə eləyər? Burada bir də sual yazaq ki, sonradan bizdə çaş-baş olmayaq. İxtisarımızı aparaq. Bu eləyir 0,5. Onda sual bərabərdir. 147 0 bölünsün 5. Cavab verir 2, 9, 5. 295 bizim ümumi birləşməmizin, yox, 290 2 dəfə 10 dəfə. 47-də 9 dəfə 5, 45 eləyir. O da 20, o da eləyir 4. Axırıncını səhv yazmışam. 294 ümumi birləşməmin kütləsi. Bu oldu əlimdə hazır. Keçəcək ikinci məsələyə. Bunu bir dənə qəşəngcə ayırdıq. Buna birazdan baxacağıq. Keçdik ikinci məsələmizə. 0,15 mol Y olanda X-in kütləsi nə qədərdir? 2,7. Bəs o zaman 3 mol Y olanda X-in kütləsi nəyə bərabər olar? X bərabərdir 270 bölünsün. Bunlar ixtisar getdi. 0,5. 270 bölünsün 5-ə. Neçə eləyir? 5 dəfə. 5 5-im 25. 20-ni də 5-ə böləndə eləyir 4. Elə də 54. X-imizin kütləsi 54 olan. Haradasa səhv elədik. Harada səhv elədik. Hə, səhvimiz hardadır? Biz nəzərə almadıq ki, X-in indeksində bizə 2 verib. 2 veribsə, o zaman bu 54-ü bölərəm 2-yə. Çünki X-in xam kütləsi, saf kütləsi bizə lazımdır. 54-ü də 2-yə böləndə neçə eləyir? 27. Deməli, birləşməmizin X maddəmizin kütləsi oldu 27. Gəldik üçüncü məsələyə. Üçüncü məsələmiz nədir? Y kütləsinin tapılması. Necə taparım? Əvvəldən biz nəyi ayırmışdıq? Ümumi kütləni. O zaman yazaram. 294 bərabərdir. Nəyə? 2 kız, yəni 27 vurulsun 2. 54. Üzərinə gəlsin 3 Y və üzərinə gəlinsin. Oksigen ətəyində 3 var. Amma xaricində 1 3 də var. 3 3-ə vuranda neçə edir? 9. 16 vurulsun 9. 9-u da 16-ya vuranda neçə edir? 4. Sonra 144. O zaman həll eləyək. 144 ilə 54-ü toplayanda edir 198. 294-dən çıxaraq 198-i bizə neçəni verir? 6, 9, 96. O zaman 96 bərabərdir 3Y. O zaman Y-imizin kütləsi neçə olur? 32-yə. Cavabımız da oldu D variantı. Ümid edirəm ki, sizdə qaranlıq qalan heç bir hissə olmadı. Keçək növbəti suala. Deyir, dəmirlə kükürt reaksiyaya daxil olub və 132 qram dəmir salınıb. Reaksiyaya daxil olan dəmir atomlarının sayını hesablayın deyir. Dəmir üzərinə gəlsin kükürt. Alınıb dəmir S. Necə eləyərəm? Dəmir S-in normal kütləsi nə qədərdir? 88. O zaman deyirəm. Dəmir atomunun sayı nə qədərdir? 1.
88 qram reaksiyaya daxil olanda 6,2 vurulsun 10 üstü 23 sayda atom varsa dəmirdə. Bəs 132 qram daxil olanda nə qədər olar? İndi 132-ni hər biri bölünür, mən bilən 44-ə. 44-ə bölsək 88 eləyir 2. 132-ni də 44-ə böləndə eləyir neçə? 3. Sonra bu 2 ilə 602-də ixtisar gedir. Qalır nə? 301. O zaman yerdə nə qaldı? 301. 3 tam %1 vurulsun. 10 üstü 23-ü vuracaq 3-ə. Bu da neçə eləyir? 9 tam %3 vurulsun 10 üstü 23-ə. Cavabımız elədir. Y variantı. Keçək növbəti hissəyə və sonuncu sualımıza. Deyir, metal CO3 duzunun 10 qramının termiki parçalanmasından 2,24 litr CO3 alınmışsa, metalın nisbi atom kütləsini hesablayın. Ay müəllim, mən bu parçalanmanı bilmirəm, necə həll edeyim? Baxın, metal CO3 parçalandı. Özü sənə nə deyir? CO2 əmələ gəldi. Yerdə nə qaldı? Karbon opsi çıxıb, oksigendən də ikisi çıxdı, biri qaldı da. Deməli, o qalıb yerdə. Metal o. İndi gəl, nə ilə hesablayaq? Normal tənasübümüzü tətbiq edək. 10 qram neçə litr alındı? 2,24 litr. Normalda nə qədərdir? 22,4 litr. Metalın kütləsinə bir dənə x desə, x üzərinə gəlsin. 12 üzərinə gəlsin 48. Neçə eləyir? 60. İndi gəlin həll edək. 2,24 ilə 22,4 ixtisar gedir. Aşağıda qalır neçə? 20 yox, səhv getdi. Aşağıda qalır 10. Onu ona vuranda neçə eləyir? 100 bərabərdir. X üstə gəlsin 60. O zaman metalımızın nisbi atom kütləsi nəyə bərabər ola bilər? 40-a. 100-dən də 60-ı çıxarıb. Cavabımız eləyir B variantı. Bugünkü dərsimiz bu qədər. Artıq bu suallara baxaraq siz ümumi olaraq maddə miqdarı mol mövzusunu dim toplusundan və yaxud da güvən nəşriyyatından rahatlıqla işləyə bilərsiniz.